Bəli, biz bir müddət əvvəl Elçin dayımızın Kəlbəcər sakini, Kəlbəcər rayon Geçdək kənd sakininin videosunu paylaşmışdıq. Amma yenə də biz özümüz gəldik. Goranboy rayon Qaradağlı kəndinə çətin şəraitdə yaşayan biz Kəlbəcər sakini sizlərə təqdim eləmək istəyirəm. Buyurun, adınız, soyadınız? Adım Salmanov Elçin Bəhmanoğlu. Adiyyəti olan orqanlardan xahiş edirik. Bir də xahiş edirik ki, inşallah sizlərə kömək olunsun. Və adiyyəti olan orqanlardan nədir xahişiniz? Allah ulu öndərimizə rəhmət eləsin, Amin. Prezidentimizə can sağlığı versin. Amin. Şəhidlərimizə Allah rəhmət eləsin, cəmi şəhidlərimizə. Amin. Prezidentimizə Allah can sağlığı versin. Bəli. Xahişiniz nədir adiyyəti olan Xahişim odur ki, aidiyyəti qurumlardan biz çətin şəraitdə yaşayırıq, bizi bu çətin şəraitdən çıxartsınlar. Allah canınıza sağlıq versin. Və Ağdərənin hansısa kətləri eləmi? Hə, Ağdərənin hansı kəndindən, hansısa kətlərindən olursa olsun. İnşallah. İnşallah. Bizi evlə təmin Cənab eləsinlər. Prezidentimiz hər zaman deyir ki, adiyyəti olan orqanlara tapşırıq verir ki, və inşallah demək tapşırıq verir ki, çətin şəraitdə yaşayan insanlar yenidən evlə, Ağdərədə bərpa olunmuş evlərlə təmin olunsun. İnşallah inanırıq. Bir də inanırıq ki, sizlər də təmin olunarsınız. Bugün 2026-cı il 13 avqust tarixidir və biz də buna inanırıq. Demək, Kəlbəcər rayon kənd sakinisiniz? Kəlbəcər rayonu Geçdək kənd sakini. Adınız, soyadınız? Adım Salmanov Elçin Bəhmanoğlu. Neçə nəfərsiz ailə üzvü? Ailə üzvümüz 5 nəfərdir. Oğlum Qarabağ müharibəsində də iştirak edib, Vətən müharibəsində də iştirak edib, Və Aprel döyüşlərində də iştirak edib. Oğlum veterandır. Allah kömək olsun. Sağ olun. Biz də inanırıq, bir də inanırıq ki, sizə dəstək olunacaq. Təşəkkürlər, minnətdaram, sağ olun. Çox sağ olun, Allah razı olsun. Sağ olun.